Qiyamət günü bir söz deyəcəklər, hamımız lal olacaq. Qabaqcadan məndən demək. Qiyamət günü hamımızı lal eləyən bir söz var. Orada da dayanacaq, danışamayacaq. O nədir? Deyəcəklər, niyə günah elədin filan, hər şeyə bir söz deyəcək. Deyəcək, orada şeytan aldatdı, burada nəfsim aldatdı, filan filan filan. Bizə deyəcəklər ki, sən niyə ona görə bu günə qaldın ki, İmam Hüseyni az istədin, Həzrət Əlini az istədin, Əliyə bax gör necə bəndə idi, bunu az sevdin, sənin günahın buydu. Yaxşı, namaz, oruc, həc, nə bilmən, xums, zəkat, yaxşı, bunlar çətin idi. Sevmək də çətin idi, sevmək, sevgi. Sən bilirsən ki, sən bu övliyaları çox istəsəydin, hər şey düzələrdi.